Salam millət, hər vaxtınız xeyir, necəsiz? İnşallah hər şey qaydasındadır. Bilirəm, uzun zamandır video yoxdur. Çox insan maraqlanırdı, nə oldu, videolar niyə gəlmir? Yəni, biraz dəyişikliklər var idi, onları elədik. Bəzi detallar var idi, onları aldım, uzun zamandır gözləyirdim. Uzun zamanda axtardığım detallar idi. Nəhayət ki almışam. Bir-bir gəlirlər və hamısının videolarını sizlərlə paylaşacağım. Bu günləri maşında bir dəyişiklik edəcək. Demək, nəyi dəyişəcək? Göstərim sizə. Əlimdə gördüyünüz kimi. Baxın bu. Bu sürətlər qutusunu elə bir keçirdəndir. Skorsun necə başa salım? Skorus. Bu Acuity firmasınındır və sport yönlüdür. Bunun üstünlükləri nədir? Maşında skorusları keçirmək zamanını artırır, həm də qısadır. Yəni, belə başa salım da sizə indi göstərəcəm. Deməli, bu gördüyünüz kimi stok öz skorusudur. İndi buranı sökəcəm. Ümumilikdə buranı hamısını sökməliyəm ki, bunu dəyişim. Bu qədər görürsünüz. Bu qədər gedir, gəlir sağa sola. Amma inşallah bunu taxdıqda bu qısalacaq. Qısalacaq, yəni belə olacaq. Bu qədər yox, yəni qısa olacaq. Skorus keçirmə məsafələri qısa olacaq. 1-dən 2-yə, 2-dən 3-ə falan. Yəni onu göstərəcəm. Yəni indi belə hal-hazırda göstərim. Görürsünüz nə qədər sağa sola gedir. Bu performans yönlüdür. Daha qısa və daha tez sürətlər qutusunu dəyişmək üçündür. İnşallah bunu dəyişəcəm. Almışıq, gəlibdir. Bunu dəyişmək üçün də uzun məsələdir. Bura sökülməlidir. Bura söküləcək. Amerikada mənim maşınımın üzərində bundan olubdur. Acuity firmasının olubdur. Sahibi satışa çıxartdıqdan sonra dəyişib skorus başlığını qoyubdur. Bu sistemi dəyişib stoku qoyubdur. Məsələ burada nədir? Bunun 4 dənə gördüyünüz kimi baxın aşağıda 4 dənə ayaqları var. Bu 4 dənə ayağın boltunu açanda biri qırılıb qalıbdır orada. İndi mən bunu sökəcəm. Bunun hamısını açacağım və sonra səyyar xidmət göstərən bir usta var. Gəlir yerində boltun yerini açır, təmizləyir, o qırılarını çıxardır, bərpa edir. Onu çağıracağım və gələcək açacaq. Ona çıxdıqdan sonra bunun 4 ayağının 4'ünü də bağlayacağım. İndi hal-hazırda bu öz stok skorusunda 3'ünü bağlamışam, çünki qırılıb qaldığına görə. İndi onları hamısını həll edəcəm. Hissə ilə buranı söküm. Sökmə proseduru biraz uzundur. Hissə ilə buranı söküm, bunu taxaq yerinə, söküb qutarana yaxın adama zəng edeyim, gəlsin yerinə açsın və bunu yerinə taxaq və görək effekti nədir. İnternetdən baxmışam, maraqlanmışam, çox müsbət rəylər var. Ümumiyyətlə Hondalar üçün, Honda, yəni JDM maşını Honda olsun, Acura olsun, səhv eləmirəmsə Mazdalar üçün də var, Toyotalar üçün də var. Yəni Acuity firmasını yazsanız rəsmi səhifəsində görəcəksiniz. Bir çox modellər üçün bu skorus başlıqları var və çox tanınmış şirkətdir və bir də onu deyim, performans yönlüdür. Yarışda, trekdə çox rahatlıqla skorusu qısa və tez keçirmək üçündür. Nəsə, uzun sözün qısası, videonu çox uzatmayayım. Hal-hazırda başlayıram sökməyə. İndi inşallah buradan bir ucdan başlayayım. Hissə göstərəcəm söktükcə və bunu dəyişməyə çalışacağım. Vaxtım da azdır, çalışacağım ki, bu günləri bunu tez bazar dəyişək. İndi ilk öncə sökmək üçün buralar çıxmalıdır, bunlar çıxmalıdır. Daha sonra bu çıxmalıdır. Burada bir-iki dənə boltlar var, açılmalıdır. Buralar sökülməlidir, oradan da açılan yerləri var. Yəni biraz uzundur, vaxt aparandır. Düzdür, detal, yaxşı detaldır, amma bunu söküb yerinə quraşdırmaq biraz vaxt və zaman alır. Söktüm. Bir dəfə sökmüşdüm də, ikinci dəfə rahatçılıqla söktüm. İndi göstərəcəm sizə. Problem yox, yəni o qırılan nədir, prosedur necə olacaq. Üstündəki skorusu da göstərəcəm. Təzədən o Acuity-ni də qoyacağım, onu da göstərəcəm. Yəni maraqlı bir şey alınacaq. Skorus
mən düşündüyümcə çox fərq eləyəcək, dəyişəcək inşallah. Heç bir şey. Ustaya da zəng elədim. Hansı ki, gəlib rezba açacaq, boltu oradan çıxaracaq. O da dedi 1 saata. Təqribi hesabladığım kimi gəlir düşür inşallah. İndi bir dənə sizə göstərim. Gördüyünüz kimi tam sökmüşəm. Buralar sökülüb. Bizim dəyişəcəyimiz detal budur. Baxın bu qara. Onu dəyişəcəyik. Bunu qoyacaq bunun yerinə. Bunu inşallah Allahın izinə qoyacaq bunun yerinə və olacaq əla. Burada qırılan da baxın gördüyünüz kimi budur. Bu bolt açılanda qırıblar, qalıb orada. Qalan 4 dənəsi yerində, 3 dənəsi yerindədir. İndi inşallah onları bağlayacağam. Bir dənə bolt axtarım tapım. Görün bunun boyu onu verir ya yox, o da önəmlidir. Bunları da həll edeyim. O qardaş da gəlsin, açsın. Allahın izinlə taxam, yığım və sizlərlə bölüşəcəm. Hələlik bunu qoydum bura, bərkitməmişəm, düzdür. Köhnəni çıxartdım. Köhnəni də yəni sizə göstərdim. Yəni plasmas konstruksiyadan ibarətdir. Amma bu həm nejavekadır. Bu hissələri nejavekadır. Bu parıldayan hissə. Buralar da səhv eləmirəmsə alüminium olmalıdır. Bunun bu hissələri falan hamısı metaldandır. Burada purjunları, xüsusi purjunları var. Bu hissələri var. Burada bunlar plasmasdır gördüyünüz kimi, amma bu metaldandır. Bir şeyi də nəzərinizə çatdırım. Əgər bu komplektasiyanı almağa imkan eləyə bilmirsinizsə, təbii ki, indi bu model olmasın, başqa bir mexanika sürənlər də ola bilər. Bunlar da satırlar. Akuitinin bu hissəsi də var. Bu hissəsini dəyişirsən, müəyyən dərəcədə fərq eləyir. Onu da dəyişmək olar. Amma imkan olsa, ümumilikdə Akuitinin bu sistemini alsanız daha gözəl olar. Bu da ki, üstündə almışdım. Bu SI-in öz belə deyək, Radnoy Skors başlığıdır. Mən bunu karbonla əvəz eləmişəm. İndi bu da qalar, dəyişiklik olanda istəsəm bunu taxaram, istəsəm onu taxaram. Belə, inşallah. İndi ustanı gözləyirəm, gəlsin usta. Bir dənə bunun rezbasının, buranın rezbasının yerini açsın, bərpa eləsin. Ondan sonra da yığaq. Yığaq və nəticəni də bölüşək görək necə bir şeydir. İlk dəfə istifadə eləyəcəm. Çox maraqlı gəlir mənə. Bir də gəlin bir şey deyim sizə. Burada mən Skorsun, Quruşturin başlığını da dəyişmişəm. Gördüyünüz kimi 3 dənəli qoymuşam. Təbii ki, bir giriş, 3 çıxışdır. Bunun öz zavod Quruşturin başlığı 3 bucaq olur belə. Maşın bagajındadır. Yəni bilənlər, görənlər, bilənlər də bilir. Sadəcə bu daha gözəl görünür. Ona görə dəyişdim. Mənim zövqümə görə buydu. Təbii ki, stok olanı da saxlamışam. Qıraqdan bu qaydada görünür. Bu daha maraqlı görünür. Bu qədər. İndi hal-hazırda yenə deyirəm, ustanı gözləyirəm. Gəlsin, yığaq, səliqəliyə salaq. İnşallah əla bir şey çıxacaq, əla. Videonu izləyin və abunə olmağı unutmayın. Maraqlı videolar, SI-in maraqlı videoları gələcək. Qabaqda bir neçə detalım gəlir, onları dəyişəcəm. Çox maraqlı videolar olacaq. İnşallah yaydakı yarışa, belə deyək, hazırlıqdır. Birinci yer tutduq. Bu yay artıq o birinci yeri müdafiə eləməkdir. Ona görə bu hazırlıqlar hamısı ona görədir. Artıq gəldi usta, açdı, təmizlədi. Bunları indi yığmaq qaldı. İnşallah yığım yerinə bağlayayım. Sizlərlə bölüşəcəm. Hə millət, artıq taxdım, bağladım yerinə tam hazır. Onu deyim ki, çox qısadır. Bu əvvəlki məsəl üçün çox gedir də. Bunu birdən birə keçirsən, 2-yə, buna bax, xırda-xırda 3, 4. Ona öyrəşmək lazımdır valla. Belə. Bir dənə yığaq, sürüş testində inşallah eləyərik. Bunu yığdıq orta paneli, bağladıq tam olaraq. İndi qaldı bu detalı taxmaq bura, buraları yığmaq
Daha sonra Skorsun başını, klima kontoru falan hamısını taxaq. Bunun içine sərgiyə salaq. İnşallah maraqlı bir şey olacaq. Amma onu deyim ki, çox moşunu bir şeydir. Çox. Artıq buranı da yığdıq. Bütün hamısını. Qaldı böyük plasmasları taxmaq. Buraları və buraları. Ondan sonra da maşın dəngəşə etsin təmizləmək. Artıq burada şeylər var, onları çıxartıb atmaq. Buranı da bağlayayım. Allah'ın izindən Skorsun başını da bağlayaq. Olsun əla. Millət, sizə bir dənə maraqlı bir şey göstərim. Baxın. Bu demək haranın detalıdır. Bardachokun içindir. Bunun üzərində Honda'nın, yəni necə deyim, istehsalında olan texnikalardır. Honda Formula 1'də var. Honda motosikleti var. Honda yəni maşın var. Honda samolyotu da var. Jetlər istehsal eləyir Honda. Yəni bunların hamısını işləyiblər. Çox maraqlıdır. Arxa tərəfdə. Millət, demək dəyişdim. Hal-hazırda sürürəm. Çox fərq eləyir. Həddindən artıq çox fərq eləyir. Stok shiftlə Acuity'nin shifti çox fərq eləyir. Boşuna performans yönlü shift demirlər buna. Fərqlər nədəndir? Sizlərlə bölüşüm onu. 1-dən 2-yə, 2-dən 3-ə keçirdərkən bu stok Skorus'da olan itkilər, boşluq var da, onlar aradan qalxıb. Yəni onlar yox səviyyəsindədir. Və keçidlər qısalıb. Yəni çox qısalıb da, həqiqətən də çox qısalıb. Belə fərqlidir. Biraz elə bil ağır adam hiss eləyir bu keçidləri. Əslində ağır deyil, sərt keçidlərdir də. Belə başa salmaq olmur onu. Çox qəşəngdir, çox fərqli bir şeydir. Yəni videolarda baxırdım, istifadə edənlərin rəylərinə baxırdım. Həqiqətən də deyilən qədər var. İnşallah bunu bir də əlim öyrənsin. Ondan sonra Bakubusun trekində məşq eləmək lazımdır. Zaten bunu 1 saat 2 saat sürdükdən sonra əl öyrəşir. Artıq öyrəşməli. Tam öyrəşmək qəşəng. Bir də mənə elə gəlir ki, bu Acuity'nin shiftini taxdım, mufta biraz sərtləşdi. Bu da ola bilər. Yenə deyirəm, orada hansı ki OEM-də olan itkilər, boş itkilər, boş olan keçidlər var da, qısa boş keçidlər. Onları elə bil ki bu sistem yığışdırır. Hər şeyi ani vəziyyətə hazır bir şəkildə eləyir. Ona görə də belə biraz muftada da ağırlıq var deyə. Belə millət. İnşallah yeni detallarımız da gəlir. Yeni videolarım da gələcək. Allah'ın izniyle bundan sonra videolar çox olacaq. Bir neçə Honda modeli var. Onları sürəcəm, test edəcəm, sizlərlə bölüşəcəm. Başqa Çin maşınları var. Onları test edəcəm. Sadəcə indi hava şəraitinə görə çəkiliş eləyə bilmirəm. Biraz havalar düzəlsin. Maraqlı videolar Allah'ın izindən gələcək. Sizlər də ki kanala abunə olun. Abunə olmayanlar, indi hal-hazırda videonu izləyənlər, abunə olmayanlar zəhmət olmasa abunə olun. Yəni pullu deyil. Sizdən bir şey getmir. Bir dənə abunə ol butonuna vurun. Dəstək verin. Allah amanında görüşərik. Hələlik.